Axır ki tilsimi qırdım. Hər dəfə qarşısından keçəndə görəsən necə yerdi dediyim o məkanda oldum və ömrümdə ilk dəfə pendir gölündə üzən burgerin dadına baxdım. Cheese pull burger cheddar sosunda hazırlanır və belə qaynar-qaynar masaya servis edilir. Yemək qaydası belədir. Burgeri pendirə batırıb dişinə çəkirsən. Çox qəşəng, özünə məxsus dadı var. Düzdür, isti idi deyə dərhal yemək olmurdu. Biraz gözlədik soyusun. Amma yenə də çox gözləyə bilməyib bu cheddar gölündə üzən burgeri bir göz qırpımında məhv etdik. Əgər bura gəlsəz dadına baxın. Qiyməti 12 manat 50 qəpikdir. Daha sonra bura özəl Chill Grill Special burgerində dadına baxdıq. Bax bu şəkildə servis edilir. Qiyməti 15 manatdır. Buna bizə nə boyda ağız lazım? Bunun mənim ağzım yerləşməyəcək. Bir təhər yumdum gözümü, açdım ağzımı. Dadı normaldır, əti də ləzzətli idi. Gərək düzünü deyəsən. Fast food məclisimizi chicken strips rolla tamamladıq. Bu bir növ şaurmaya oxşuyur, amma əti fərqli bişirilmişdi. Mənə açığı quru gəldi. Şirəli və ya soslu hazırlansa məncə daha yaxşı olardı. Bura Yasamalda, Bakı Dövlətlə üzbəyüz küçədə, Zahid Xəlilov 26-da yerləşir. Məkanın belə xoş auralı salonu, tələbələrə özəl endirimləri və sərfəli kombo menyuları var. Tam səmimi deyirəm, çoxdandır belə ləzzətli burger yemirdim. Yolu Yasamaldan düşənlər, ac vaxtınızda buranı yoxlayın.